Salam hörmətli izləyicilər, xoş gördük sizləri Kənd Heyvanları kanalında. Əziz izləyicilər, biraz vaxt olmur burada video qoyam, elə Quşlar TV-yə qoyuram, düzdür orada elə çox qoya bilmirəm vaxtın olmamağından. Bugün istədim bura bir video çəkəm, qoyam. Deməli, hündüşqalarda ayaq tutulma hansı səbəblərdən olur? O haqda danışıb məlumat vermək istərdim. Deməli, əziz izləyicilər, hündüşqalarda ayaq tutulma bir çox səbəblərdən ola bilər. Yəni, bunun bir çox səbəbi var. İndi hündüşqaların özünün, balalarının bir də görürsünüz, ayağı tutulur. Bu, hansı səbəblərdən ola bilər? Birincisi, əziz izləyicilər, vitamin çatışmamazlığı olanda hündüşqalarda, yəni 1 aylıq, 2 aylıq hündüşqalardırsa, görürsünüz, ayaqları tutulur. Bu, vitamin çatışmamazlığından ola bilər. Yəni necə? Siz əgər onları, misal üçün, belə deyək, qapalı yerdə saxlayırsınızsa, məsəl üçün, hava istidir, 2 aylıq, 3 aylıq hündüşqadırsa, siz onu setkada saxlayırsınızsa, onlar ot yemirlərsə, nə bilim, qabaqlarına buğda yarması zat belə yemlər verirsinizsə, bunlar da vitaminli yemlər yemirlər, yəni o şəkərli yemdən zatdan yemirlər və ona görə də onlarda ayaq tutulma ola bilər. Yəni vitamin çatışmamazlığından ola bilər. Ot yemədiklərindən, çıxıb gəzib cürdücü yemədiklərindən vitamin çatışmamazlığı ola bilər. Bu halda əziz izləyicilər onlara nə eləməlisiniz? Əgər elə halla üzləşdiniz, yəni ayağı tutulubsa və siz onları həqiqətən qapalı şəraitdə saxlayırsanız, yəni qabaqlarında vitamin olmursa, vitaminli yem olmursa, ilk öncə onlara o şəkərli yemdən verirsiniz, o vitaminlərini bərpa etmək üçün və bir çox vitaminlər var. Supervid, intravid, nə bilim, çiktonik, bunlardan sularına qatıb verirsiniz. Bunu içəndən sonra, o yemlərdən yeyəndən sonra vitamin çatışmamazlığıdırsa özlərinə gələcəkdir. Yox, əgər siz onları belə deyək də buraxırsınız otluğa, ot yeyirlər, yəni orada cür-cüzü tapıb yeyirlər, yemini yaxşı eləyirsinizsə, ancaq ayağı tutulubdursa, bu deməli vitamin çatışmamazlığından deyil. Bu, hündüşqada 2 ayını keçmiş, 3 ayını keçmiş olan hündüşqada balasında və yaxud böyüyündə ayaq tutulursa, deməli bu ikinci səbəb qurddandır. Yəni bunun qurdu var. Ondan ola bilər. Ona görə siz onlara sər-sər ac qarnına qurd dərmanı verirsiniz. Qurd dərmanı da çoxdur, suyuna qatma, yeminə qatma, ancaq mən həmişə uduzdururam. Yəni o sarı dərman var, çoxlarınız bilirsiniz. Ona Zagrosda deyirlər, ondan sonra Niklasamda deyirlər. Yəni İran istehsalı olan baytarlıqda satılır. Bir belə paçkada 10 dənə olur və o 30 dənə hündüşqa toyuqcəsi üçün nəzərdə tutulur. Yəni birini belə izi var, 3 yerə bölüb sər-sər onları ac qarnına hündüşqalara verirsiniz və onu verdiniz 2-3 saat, hətta çox belə deyəlim 4-5 saat yem vermisiniz. Bu bütün qapalı şəraitdə saxlayırsınız və bu bütün qurdlarını tökür. Ondan sonra buraxırsınız. Damı da təmizləyirsiniz ki, təzədən gedib yenidən onu gedib yeyib qurdu əmələ gəlməsin. Bir dəfə bir abunəçim yazmışdı ki, biz misal üçün qurd dərmanı verdik, ancaq heç bir şey tökülmədi. Bu iki səbəbdən ola bilər. Ola bilər birincisi qurdu yoxdur, ona görə tökülməyibdir. İkincisi isə verdiyiniz dərman da hansı dərman verirsiniz bilmirəm, belə deyək də, keyfiyyətsiz olubdur, yəni yaxşı olmayıbdır. Ancaq yox belə Zagros verirsə və digər albenzat, onlar yaxşıdır, onlar yaxşı tökürlər. İndi əgər sizdə tökülməyibsə, bu deməli hündüşqanın, toyuğun qurdu yoxdur. Onu verirsiniz. Ondan sonra əziz izləyicilər, albent bayaq dedim, ondan da alırsınız. Misal üçün 2 böyük tabletkadır, onun 2 tabletkasını mən həmişə yeminə qatım. 1 kilo yemə 2-3 tabletka, yəni balaca. Böyük hündüşqadırsa, yəni böyük belə deyək, ana ata hündüşqadırsa ona 4 dənəsini də əzib qata bilərsiniz. Da 1 kilo yarım yeməzada belə qatıb verə bilərsiniz. Ancaq mən balaca hündüşqə 2 dənə yem, 1 kilo yemə 2 dənə, maksimum 3 dənə qatıb verin balaca hündüşqada. O da çox yaxşı qurdunu tökür.
Və hündüşqadır, toyuqdur, böyük, həmçinin cücələrdir. Çalışıb ayda bir dəfə onlara qurd dərmanı vermək lazımdır ki, o qurdları tökülsün və belə deyək də, yaxşı inkişaf eləsin. Həm toyuğun yumurtlamağında yaxşı olur, həm cücələrin, hündüşqa balalarının inkişafında yaxşı olur. Qurd dərmanı tez-tez vermək. Ayda bir dəfə də verə bilmirsə, 2 aydan bir, 3 aydan bir ən azı verin. Yəni bax, ikinci səbəb bundan ola bilər. Üçüncü səbəb əziz izləyicilər, hündüşqada kalsi çatışmamazlığı olanda. Kalsi çatışmamazlığı da bərpa etmək üçün balıq qulağı var, onu müəyyən o belə deyək də, dən satılan yerlərdə satırlar. İndi ola bilsin çox yerlərdə yoxdur. Ancaq mən həmişə demişəm, dəniz qırağında kim yaşayırsa, o Lənkəran, Astarazad tərəfində dəniz görürlərsə, Bakı tərəfdə, oradan balıq qulağını yığıb, çəkişlə vurub, balacaladıb, belə xırda eləyib qabaqlarına tökə bilər ki, onu yesinlər. Ondan sonra yumurtanı siz işlətdiniz, qabığını heç vaxt tullamayın. Həmən o qabığı əzin, hündüşqanın, toyuğun yeminə qatın, verin. Bu onların kalsi çatışmamazlığını bərpa edir. Bir də əziz izləyicilər, hündüşqanın belə deyək də, kalsi çatışmamazlığı olanda baytarlıqda xüsusi dərmanlar var, o bərpa edir. Ondan sonra bir də əziz izləyici, bit gənə olanda, o qara belə gənələr olur. Bu hündüşqanın qənədinin altında, ondan sonra bud layihəsində olur. O da deməli, əziz izləyici, hündüşqanın qanını içir və həm inkişafa qoymur, həm də ki, belə deyək, yeriməyə zada qoymur da, və hətta o çox içərək öldürür. Onun da müalicə etmək üçün bars, bu zoomaqazinlərdə satılan it pişiyi üçündür, ancaq toyuğa, hündüşqəyə zadda vurmaq olar. Yəni ondan alsız qənədinin altına vurursunuz, ondan sonra quyruğunun belə üstünə vurursunuz. Bir də əziz izləyicilər, damı küllüsün. Əgər bit gənə varsa, dama kül töksüz, hündüşqalardır, ondan sonra belə deyək, toyuqlar da o küldə eşələnir, həmçinin dama da töksüz, o bütün bitləri, gənələri yığır. Bundan da əlavə əziz izləyicilər, damda saman, nə bilim, od yandırın, nəzarət edərək. Bu bütün damın bitini, gənəsini təmizləyir. Həmən külü də əziz izləyicilər, bəncə çox insanlar hətta kət yerində qalır, belə deyək, odun zat yandırır peçdə. Bax, həmən o odunun külünü yığın, tökün dama, həmçinin elə bir yeri hazırlayın ki, hündüşqalar orada eşələnsin, bütün bitləri, gənələri tökülsün. Yəni, bax, bitin gənənin də bir nömrəli dərmanı küldür. Yəni, bax, belə bundan edin. Yəni, bax, bu səbəblərdən hündüşqanın ayağı tutur. Vitamin çatışmamazlığı, kalsi çatışmamazlığı, biti gənəsi olanda və qurdu olanda. Ona görə bu, siz nəzarət edin ki, bu sizdə nədəndir? Yəni, hündüşqanlarınızda nədəndir? Bax, belə əziz izləyicilər, bugün də istədim bir balaca bu haqda video çəkəm, paylaşam. Hər kəsə təşəkkürlər. Kanalımıza, Quşlar TV-yə, Lal Ördəklər TV-yə, həmçinin Kənd Heyvanları kanalına abunə olun. Videolarımıza da like qoyun. Sağ olun, salamat qalın.